Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci həmişəki kimi Allah Teala'ya çoxlu şükürlər olsun. Bütün nemətlərine görə ən böyük nemət də bizə verən İslamdır, Qurandır, imandır, doğru yoldur. Və sonra, rəhmli qardaşlar, insanların çoxsu ruzi barədə fikirləşir və bilmir ki, Allah Subhanahu Teala ruzini verən odur. Yəni, insan ana bətnində olanda ruzisini yazır onu. Və sən ruzinin dalga qaçmamışdan qabaq birinci Allah'tan istəməlisən. Və insanların çoxsu bunu unutur və əsas məsələni buraxır və ruzisinin sonra az olmasından şikayətlənir. Və yaxud da ruzisinin olmamasından, ya çətin qazanmasından şikayətlənir. Amma bəzi şeylər var ki, onları etmək lazımdır. Yəni, insan bunları unutmamalıdır. Ən birinci istiğfardır. Yəni, Allah'tan bağışlanma istəmək, Allah'a tövbə eləmək. Yəni, istiğfar demək deyir ki, sən günah eləyəndən da eləməlisən, tövbə eləməlisən, Allah'tan bağışlanma istəməlisən. Xeyr, sən Allah'tan yəni, istiğfar istəyəndə, yəni onun qarşısında zəif olduğu, zəlil olduğu, qul olduğu bildirirsən. Yəni, sən ondan daima bağışlanma istəyirsən. Və Allah Teala həqiqətən də tərifə layiqdir. Allah Subhanahu Teala uca olmağa layiqdir, uca tutulmağa layiqdir. O bizi yaratan, yoxdan və bizə ruzi verən, bizə həyat verən, bizə Rəbbimizdir. Və Həsən Basri'nin yanına bir kişi gəlir, deyir, mən ruzi haqqında bir şey istəyir, ondan ki, nə deyirsən, nə məsləhət verirsən və deyir ki, istiğfar elə. Allah'tan bağışlanma istə. Çünki ayətdə nə deyir? فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَلْ لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ أَنْهَارًا. Yəni, Allah deyin ki, deyir, Allah Teala'dan bağışlanma istəyir. Allah Teala bağışlayandır. Və Allah Teala ruzi verən, övladın olmasına da, övladların çoxalmasına da, bərəkətli olmasına da nədir? İstiğfarı görə nə qədər faydası var ruzidə və həmçinin yağışların kəsilməsində, yəni, ona dua eləyəndə, istiğfar eləyəndə, bağışlanma istəyəndə yağışların olması, suların olması, yəni bunlar da ruzidir. Ruzinin olmasının səbəbdir həm də. Və cənnətə girməyə. Görün, bir dənə istiğfarın nə qədər faydası var. Və nədir? Ruzi verir Allah Subhanahu Teala insanlara. Ona görə də həmişə bu ayətin təfsirində də alimlər də həmişə deyir ki, nədir? Ruzi verir, istiğfar Allah Subhanahu Teala bunu eləyəndə insanlar və yağışlar yağır. Və əlbəttə ki, yağışlar nədir? İnsana fayda getirir. Və həmçinin, yəni bu əsas məsələlərdən birisi idi. Və başqa səbəblər də var ki, insan yəni onları etməlidir. Allaha təvəkkül etməlidir hər hansı bir işdə. Allahdan kömək istəməlidir. Nətər ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, əgərləri siz Allaha haqqla təvəkkül etsəydiniz, yəni yuvasından çıxıb, ac çıxan quş kimi, ac çıxıb tox qayıdardınız. Yəni nə onun mağazası var, nə dükanı var, nə torpağı var, nə biznesi var, heç nə yoxdur. O uçub gedir, bilmir də hara gedir, o ruzisi haradadır. Çünki onu yaradan Allah Teala ona neyini ruziləndirir. Hardasa gedir ruzisindən, ama doyur qayıdır və balaları varsa balaları üçün də yem gətirir. Əgər siz Allaha haqqla təvəkkül edəsəydiniz, yuvasından ac uçub, tox qayıdan quş kimi siz Allah Teala ruziləndirərdi. Ya çoxsa ola bilir ki, çalışmaqla, yəni həddindən artıq və əsas da məsələn çalışmaq lazımdır. İndi gələcəkdir o da. Yəni əsas odur ki, yəni sən çalışırsan, amma onunla bərabər sənə vacib olan şeyləri tərk edirsən, ibadəti tərk edirsən. Məsələn, işini tərk edirsən, duanı tərk edirsən, Quranı tərk edirsən. Və ona görə də nədir? Sən nə eləməlisən? Ruzivin çoxalmasını, ruzivin gəlməsini istəyirsənsə, bu əməllərə eləməlisən. Həmçinin həc və ümrə ziyarəti eləmək. Həc və ümrə ziyarəti eləmək insana fayda gətirir. Yəni, həm insanın günahlarını bağışlayır, Allah Subhanahu Teala təmizlənir, həm də ruzisin bərəkətli olmasına nədir? Səbəbdir. Və həmçinin qohumluq əlaqələrini birləşdirmək. Qohumluq əlaqələri
yəni ruzisinin insanın çoxalmasına səbəb olur. Hətta deyir, o yerdə ki, yəni qohumluq əlaqələrin, o ailə, onlar birləşdirirlər. Hətta deyir, onlarda günahlar olsa belə, Allah Teala onlara ruzi verir. Təsəvvür edin, hətta günahkarlar olsa, yaramazlar olsalar belə də, amma qohumluq əlaqələrini qoruyub saxlayırlarsa, nədir? Allah Teala onlara ruzi verir. Subhanallah. Nəyə görə? Çünki qohumluq əlaqələrini qoruyub saxlayanda, qohumluq əlaqələri, yəni bir-birinə həmişə yardım edirlər, həmişə bir-birinə nəsihət edirlər, kömək edirlər və məsələn bir-birini qoruyub saxlayırlar. Və burada çox şey olur ha, qohumluq əlaqəsində heç vaxt çətinlik olmur insan üçün. Qohumluq əlaqəsində bax burada namus da qorunub saxlanır, orada çətinliklər qorunub saxlanır. Çox şeylər var. Yəni qohumluq əlaqəsi çox ciddi məsələlərdən birisidir. Hətta onu kəsmək böyük günahlardandır. Təsəvvür edirsiniz qohumluq əlaqəsi. Yəni ola bilər insan fikirləşir ki, asan bir şeydir də, nədir? Salam vermək, kəlam vermək, qutarsın geçsin. Yox. Allah qarşısında da böyük günahlardan, yəni qohumluq əlaqəsini kəsmək böyük günahlardan, qohumluq əlaqəsini kəsmək lazım. Bacardığın qədər. Düz indi müəyyən məsələlər olur ki, orada məsələn görürsən ki, artıq şər var, bəzi adamlarla məsələn, ya onlarla da həddi var. Amma ümumiyyətlə qohumluq əlaqələrini kəsmək, yəni bizim dinimizdə, əqidəmizdə böyük günahlardan da icazəli deyil. Yəni həm də görürsünüz ki, nədir? Qohumluq əlaqələrini birləşdirmək, qohumluq əlaqələrini qoruyub saxlamaq nədir? Ruzinin gəlməsinə səbəb, ruzinin artmasına səbəbdir. Və həmçinin sədəqə vermək. Sədəqə vermək məsələsi çünki o ağır məsələdir. Nə üçün? Çünki insan övladı mala sevimli olur. Yəni malı çox sevir, dünya malı. Hər bir insan. Kim deyirsə ki, mən sevmirəm, yalan danışır. Çünki insan övladı buna nədir? İstəklidir. Çünki Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, insan övladının bir vadi qızılı olsa ikincisini istəyir. Bir vadi qızıl təsəvvürlə ki, İnsan onu özünə də, bəlkə də uşaqlarının nəslinə də bəs eləyər, amma yoxsa yenə də istəyir. Hələ insanlar var. Görürsən ki, 15 dənə ölkənin pulu var, hələ yenə də pul qazanır. Ölməyi fikirləşmir. Fikirləşmir ki, bu öləcək, bu hamısı qalacaq burada. Ona heç ona yetdiyinə görə cavab verəcək. Aydındır. Yəni nədir? Sədəqə vermək nədir? İnsanın neyini? Ruzisini artırır. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, nəfəqə ver, yəni sədəqə ver, sənə də Allah Teala versin. Sənin üçün nədir? Ruzini çoxaltır. Hətta deyir, sədəqə ayəsi nazil olanda biz gedib deyir, bazarlarda hamballıq eləyirdik ki, pul qazanar gətirib verək. Bəzən indi göstərir, mənə sədəqə, mənə özümə sədəqə verən lazımdır. Mən sədəqə verməyim. Sədəqənin qədəri yoxdur, miqdarı yoxdur, vaxtı yoxdur. Zəkat o başqadır. Onun vaxtı var, miqdarı var. Yəni hansı məsələdən, məhsuldan, nədən, nə qədər düşür, başqadır. O da olarsa, yəni varsa. Amma sədəqə hər bir insana. Sədəqə hər bir insana. Hətta yoxdursa, ged işlə. Rasulullah sallallahu aleyhi ve sellem nə deyir? Ged işlə, əgər sədəqə verə bilmirsənsə. Ged işlə, 2 dirhəm qazan, 1 dirhəmini ailəvə xərclə, 1 dirhəmini də Allah yolunda nədir? Sədəqə ver. Yəni heç kəs bundan boyun qaçırılmaz. Yəni bu odur ki, insanlar bir-birinə kömək eləməlidirlər. Əgər səndə sağlamlıq varsa, sağlamlığı iten adama kömək eləməlisən ona. Səndə pul varsa, var-dövlət varsa, bil ki, onların haqqı var. Yəni bunlar Allah Subhanahu taala bu dünyada hər bir şeyi yerində yaradır və hər bir şeyi nədir? Yolunda eləyib, deyib. Əgər insanlar ondan uzaqlaşanda fəsad verir, xeyrə heç nə girmir. Ona görə də həmişə yəni gərək sədəqə verəsən. Çünki sədəqənin nədir? Vaxtı yoxdur. Yəni qədəri yoxdur. Az da ola bilər, çox da ola bilər. Nədir? Hətta deyir, əgər bacarmırsansa, nədir? Bir müsəlmana nədir? Köməklə bir şey qaldırıb qoymaq. O da sədəqədir. Təsəvvür edirsən. Hətta onu da bacarmasan, güləriz ol heç olmasa. Xoş nəsihət vermək, yaxşı nəsihət vermək də sədəqədir. Gör nə qədər acizdir bu müsəlmanlar bu günləri. Ya çünki ən birinci pozulan şey əqidədir insanlar. Əxlaqdır. Və bunlar insanlar, yəni təbliğat aparırlar, müsəlmanların düşmənləri bizim bu gözəl dinimizi, bu gözəl yolumuzu nələrə çevirirlər. İnsanlar mənim neyimə qalıb, heç atasına, anasına yəni yardım eləmir. Halbuki borcudur, baxma, apar batır qozalar önündə heç baxmır. Subhanallah, yəni ən birinci haqqı olan valideynlərdir. Allahın haqqından sonra üzərində haqqı olanlar sənin valideynlərindir. Gör nə dərvədiyyətə gəlib çıxmışıq ki, doğma valideynlərimizə qarşı belə münasibət bəslənir. Valideyni öldürmək.
valideyni döymək, valideyni təhqir etmək, gözdən salmaq. Allahu Ekber. Bu müsibətdir vallahi. Və ona görə də nədir? Bunlar hamısı nədir? Problemdir. Ona görə də bizim bu gözəl dinimiz nədir? Deyir ki, sədəqə ver insanlara. Yəni o demək deyil ki, sədəqə kimin kimsə varlanması üçün deyil. Sədəqə düşən adamlar var, ehtiyacı olur. İnsan ola bilər. Yəni, hər bir şey ola bilər. Elə bir vaxtda düşür ki, insan görsə ehtiyacı olur. Və həm də sağ əl verən sol əl bilməlidir. Selfie çəkdirmək, nə bilim, nə paylaşmaqla belə. Yəni, görürsən nə dərəcəyə gəlib çıxır. Və ixlaslı olmaq lazımdır, imanlı olmaq lazımdır, ixlaslı olmalıdır hər bir şey. Və həmçinin duada daimi olmaq, daimi dua etmək Allahdan. Çünki Resulullah sallallahu aleyhi və səlləm Allaha küfr etməkdən və fəqirlikdən, qəbir əzabından Allaha sığınır. Allaha sığınırdı, Allahdan yardım istəyirdi. Və ona görə də həmişə dua etməlisən, Allah subhanahu ta'aladan istəməlisən, ruzini. Və həmişə, yəni bunu daha bir dəfə istədim, 2 dəfə istədim, yox. Ya dua da bilirsiniz ki, ya həmin vaxt qəbul olunur etdiyin dua, ya səndən bir bəla dəf olunur və yaxud da sənə qiyamət gününə kimi, qiyamət günü sənə həsənətlərinə baxacaqsan ki, dağlar qədəri savab var və baxacaqsan, bunlar hardandır, nədən olub? Deyəcəklər ki, sən dualar eləmişsən, bunlar bura yığılıb qalıb, o savablar sənin üçün. Yəni, sənin duada etdiyin heç də uduzmursan. Ona görə də sən çoxlu dua elə. Həm qəbul olsa, əlhamdülillah. Qəbul olmasa bir bəla gələcək, bəlanın qarşısını alacaqdır. Və yaxud da sənin üçün ahirətə savablar yığılacaqdır. Ona görə də inşallah sizin ən aciziniz duada aciz olandır. Həmçində bilirsiniz ki, dua ibadətdir. Dua özələ ibadətdir. Namaz qılmış kimi, zikr etmiş kimi və s. əməl kimi nədir? İbadət eləmiş olursan. Və həmçinin tənbəllik etmək olmaz. Ruzidə çalışmaq lazımdır. Bəzən oturur, sizə deyir ki, heç bir şey yoxdur. Bəli, səbəbləri də tutmalısan. Səbəbləri tutmaq da lazımdır, mütləq şəkildə. Yəni, təkcə oturub danışmaqla olmur. Yəni, hərəkət eləməlisən. Mən sütü olur, o belədir, bu beləkdir, oturub danışır, amma heç bir iş də təklif edirsən, eləmək istəmir. Sonra deyir ki, mənim ruzim yoxdur, məsələn, mənim yoxumdur. Olmur elə. Allah subhanahu ta'ala əldə verib, ayaq da verib. Məsələn, bizim keçmiş sələf salihə baxsın, onlar məsələn, ticarət eləyədilər, iş eləyədilər, sahabələrə, Əli radiyallahu anh, görürsün, nə işləyirlər gedib. Yəni, əlləri yara olurdu, işləyirlər, hamısı. İmkanlar da var idi, kasıblar da var idi aralarında. Amma heç kəs demiydi ki, bu varlıdır, bu varın bütün müsəlmanlara versə bəsləyər. Və yaxud da Resulullah sallallahu aleyhi ve sellem o sözü demirdi. Ki, məsələn, sənin varın var, hamısını paylaşmalısan. Sən də hamısı kimi olmalısan. Hələ şey yoxdur. Bu günlər anında oturub, qeybət eləmək, kimisə pulunu saymaq, belə şey yoxdur. Allah subhanahu ta'ala fəzilətidir. Kimi varlı eləyir, kimi kasıb eləyir, kimi sağlam eləyir, güclü eləyir, kimi zəif eləyir. Allah subhanahu ta'ala hikmətidir. Və ona görə heç vaxt buna görə heç kəs kimisə qınamamalıdır, kimisə pis baxmamalıdır. Olmaz belə şey. Ancaq oturur işi gücü ancaq kiminsə çıxarın hesablamaq, qazandığın hesablamaq. Belə şey olmaz. Sən də ruzi tələb eləməlisən, çalışmalısan. Çoxdur belə insanlar. İşləyirsən, işləmək istəmir. Ancaq işi gücü otursun, neft təhlükəsi, buna müft pul gəlməlidir. Bu heç eləməlidir. Fırlanan kresoda oturmalıdır bu, kondisionerin altında. Pul da gəlməlidir, bu nə istəyirsə eləməlidir. Belə şey yoxdur heç yerdə. Sənin üçün görürsən, şərait yaradır dövlət məsələn, sənin üçün sərhədlər açır, məsələn, gedirsən, oxuya bilirsən, xarici ölkədə işləyə bilirsən, hər hansı iş edə bilirsən, hər hansı biznesi qura bilirsən. Bunlar nə üçündür? Çünki sən də hərəkət eləməlisən. Aydın da bu, belə şeylər danışır. Yox, məsələn, bir dənə maşınına baxırsan, bir dənə maşını satsa, neçə dənə, məsələn, kasıba kömək eləmək olar. Belə şey yoxdur. Özə kişi xeylağı belə şeylər danışarmı? Yəni, bu artıq nədir? İnsanda görürsünüz ki, yəni dedim ki, bizim əxlaqa zidd olan şeylər, əqidəmizə zidd olan şeylər gəndə belə olur. Hər şey pozulur, nizam-intizam pozulur. Ona görə ruzi üçün nədir? Nə eləyəsən, Allah Taalaya nədir? Dua eləyəsən, hərəkət eləyəsən. Bunlar müəyyən səbəblər idi ki, yəni ruzi qazanmaq üçün çalışmaq lazımdır, bunları etmək lazımdır. Və yəni başqa səbəblər də var. Mən müəyyən bir qismini xatırlatdım. Xatırlatma möminlərə fayda verir. Allah Teala bizim ruzimizi bol, bərəkətli, halal, rahat etsin. Allah Subhanahu Teala yağışlarımızı
xeyirli etsin, qarımızı xeyirli etsin, bərəkətli etsin, bizə xeyir göndərsin Allah Teala. Allah Teala bizi həmişə xoşbəxt firavun etsin. Yəni əmin-aman içərisində etsin. Allah ölkəmizi qorusun. Allah Teala həmişə daima bizi əmin-amanlıq içərisində etsin, düşmənlərimizi məhv etsin. Allah Subhanahu taala ruzimizi bol bərəkətli etsin, çox etsin, xeyirli etsin, dünyamız üçün, axirətimiz üçün. Allah Teala əsgərlərimizi qorusun, hərbiçilərimizi qorusun. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Allah Teala ölkəmizi əmin-amanlığını qoruyan övladlarımızı qorusun. Allah'la ailələrini qorusun. Allah Teala ölkə başçımızı qorusun, onun xeyir üzərində etsin, bizim üçün xeyirli etsin. Bütün işlərində həmişə uğur versin, güc, qüvvət versin və Allah Subhanahu taala onu sağlam etsin, ətrafındakiləri xeyirli etsin. Və Allah Subhanahu taala həmişə bizə xeyri danışmağı, xeyri yaymağı, xeyri tövsiyə etməyi bizə ruziləndirsin bizi bundan. Allah Teala sizdən razı olsun. Subhanakallahumma bihamdik. Nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun.